üstə tello, Araz üstə, buz üstə tello, Kabab yanar, köz üstə tello, Qoy məni öldürsünlər tello, Bir ala göz yar üstə tello, Qoy məni öldürsünlər tello, Bir ala göz yar üstə tello, Aman tello, tello can tello, Yarım tello, tello can tello, Aman tello, tello can tello, Yarım tello, tello can tello, Aman tello, tello can tello, Yarım tello, tello can tello. Araz axar Nil ilə tello, Dəstə gül ilə tello, Araz axar Nil ilə tello, Dəstə gül ilə tello, Mən yarımı sevirəm tello, Şirin şirin dil ilə tello, Mən yarımı sevirəm tello, Şirin şirin dil ilə tello, Aman tello, tello can tello, Yarım tello, tello can tello, Aman tello, tello can tello, Yarım tello, tello can tello, Aman tello, tello can tello, Yarım tello, tello can tello. İkisi bir boyda gezen gözeller, Toyda mağarada süzen gözeller, İkisi bir boyda gezen gözeller, Toyda mağarada süzen gözeller, Adı dilerde gezen gözeller, Her söze bir söz düzen gözeller, Adı dilerde gezen gözeller, Her söze bir söz düzen gözeller. Eyvana çıktım gördüm yar gelir, Eyvana çıktım gördüm yar gelir, Dağlar maralı qara xal gelir, Başıma ördüm qara şal gelir, Yanağı üstə qara xal gelir, Başıma ördüm qara şal gelir, Yanağı üstə qara xal gelir. Aşıq gərək deyə sözün düz üzə, Aşıqlar kimi baxaq göz gözə, Aşıq gərək deyə sözün düz üzə, Aşıqlar kimi baxaq göz gözə, Örüklü saçlar tökülsün üzə, Hərdən bir deysin üzlər üz üzə, Örüklü saçlar tökülsün üzə, Hərdən bir deysin üzlər üz üzə. İstəkanın sarısı yara qurban olum, Üstüm qaldı yarısı ona qurban olum. İstəkanın sarısı yara qurban olum, Üstüm qaldı yarısı ona qurban olum. Gedindin yarım ay ona qurban olum, Gəlsin geçə yarısı ay ona qurban olum. Gedindin yarım ay ona qurban olum, Gəlsin geçə yarısı ay yara qurban olum. Yara qurban, yara qurban, yara qurban olum. Yara qurban, yara qurban, yara qurban olum. Gedindin yarıma ona qurban olum, Gəlsin geçə yarısı ay yara qurban olum. Gedindin yarıma ona qurban olum, Gəlsin geçə yarısı ay yara qurban olum.
İstekanın kırılsın, yara kurban olum. Çayın yere tökülsün, yara kurban olum. İstekanın kırılsın, yara kurban olum. Çayın yere tökülsün, yara kurban olum. Sizin bağın meyvesi ay, yara kurban olum. Bizim bağa tökülsün ay, yara kurban olum. Sizin bağın meyvesi ay, yara kurban olum. Bizim bağa tökülsün ay, yara kurban olum. Yara kurban, yara kurban, yara kurban olum. Yara kurban, yara kurban, yara kurban olum. Gelindiğin yarıma, ona kurban olum. Desin gişe yarısı ay, yara kurban olum. Gelindiğin yarıma, ona kurban olum. Desin gişe yarısı ay, yara kurban olum. Elbim çok kesildi, deste bıçak kesildi. Elbim bıçak kesildi, deste bıçak kesildi. Yağ getirin yağlı yağ, esma getirin bağlı yağ. Yağ getirin yağlı yağ, esma getirin bağlı yağ. Esma deve boynunda, deve şirvan yolunda. Esma deve boynunda, deve şirvan yolunda. Şirvan yolu bir bağlar, deste deste gül bağlar. Şirvan yolu bir bağlar, deste deste gül bağlar. Bugün birini üzeydim, tellerine düzeydim. Boynun birini üzeydim, tellerine düzeydim. Subayların boynunda, sındıra sındıra süzeydim. Dostlarımın boynunda, sındıra sındıra süzeydim. Subayların boynunda, sındıra sındıra süzeydim. Dostlarımın boynunda, sındıra sındıra süzeydim. Elbim uşaq kesildi. Vaxtınız xeyir olsun, değerli Best FM izləyicilərimiz. Ay maşallah, çox möhtəşəm burada abu-hava var. Mən çox inanıram, hiss edirəm ki, bizim əziz izləyicilərimiz də bu pozitiv auranı özlərinə götürdülər və onlar da yerində durmadılar bizim kimi. Bugünkü bizim qonağımız, verilişimizin qonağımız çox istedadlı gəncimiz Bəxtiyar Bilaldır. Bu arada hoş geldiniz Bilal Bey ve ben Azerbaycan xalqımı ürəkdən təbrikləyirəm. Qurban Bayramı münasibətilə bütün Azərbaycan xalqımı təbrik edirəm. Ruzu bərəkət arzulayıram. Həmişə belə gözəl bayramlar bizim Azərbaycan xalqımıza qismət olsun. Amin inşallah. Buyurun Bilal Bey, Bəxtiyar. Hər vaxtınız xeyirli olsun. Salamlayıram Best FM sizi, bütün rəhbər heyəti, Aqil bəy siz başda olmaqla bütün kollektivi uğurlar arzulayıram və Qurban Bayramıdır. Bu münasibətlə də xalqımızı ürəkdən təbrik edirəm. Allah bütün kəsilən qurbanları qəbul etsin. Amin inşallah. Allah bütün kəsilən qurbanları qəbul etsin. Amin inşallah. Çox üzr istəyirəm, bir xatırlatdıracağım. Bəxtiyar Bilal mənim Respublikanın xalq artisti. Bilal Əliyev mənim dayımdır. Onun adını ləqəb götürmüşəm. Əsl adım Bəxtiyardır. Tanışdığımız təzədir. Nə möhtəşəm bizim qonağımız var. Bilal Bey'in yəni qərar. Təşəkkür edirəm. Çox gözəl, çox gözəl. Təşəkkür edirəm bir daha Aqil bəy. Çox sağ olun. Salamlayıram hər kəsi, dəyərli tamaşaçılarımızı. Mən də qoşuluram təbriklərə, hər kəsə salam deyirəm. Best FM radio dinləyiciləri, yenidən biz sizinlə musiqinin vaxtı verilişində yenidən görüşümüzdəyik. İnşallah qarşıda gözəl dəqiqələr olacaq. Möhtəşəm bir qonağımız var. Biz Bilal müəllimi də buradan salamlayırıq. Çox yaxşı tanıyıram. Bizim xalqımızın gözəl, dəyərli xalq mahnıları və muğam ifası. Bilal müəllimə eşq olsun, can sağlığı versin və sizi onu deyəndə mən sevindim. Təşəkkür edirəm, var olun. Sizi də mən bir neçə dəfə efirlərdə görüşmüşəm sizinlə. Bəli, Çox bəli, möhtəşəm ifa. Adama gərək xoşbəxtlik nəsib olsun. O da var sizdə. Gözəl aura var. Gülər üz var bu insanda. Dəyərli tamaşaçılar və gözəl ifa. Bu ikisi bir yerdədir. Bir də bir şey deyim. Bayramlar bayrama qarışıb. Hörmətli, dəyərli dostlar. Həm Qurban Bayramıdır. Təbrik edirəm. Həm də 27-sindən bir gün keçəndən sonra bizim Müstəqillik günü bayramımızdır. 28 may. Hər iki bayramımızı təbrik edirik. Qoy müstəqilliyimiz də əbədi olsun. Möhkəm olsun, xalqımız həmişə olduğu kimi bir olsun. Hər kəsin Qurban Bayramı və müstəqilliyini təbrik edirəm. Allahımızdan hər zaman, bax bunu mən həmişə istəmişəm. Hər zaman bizim Azərbaycan xalqına sadəcə bayramlar qismət olsun. Çünki biz Azərbaycan xalqı olaraq
Çox möhtəşəm, ürəyə belə nə deyirlər? Ona layiqik. Bəli, bəli. Tek qismət olsun hər zaman Azərbaycan xalqına bayramlar. Hə. Buyurun, Demək qardaş, belə bir sual ünvanlamaq istəyirəm. Məclisə qismət olmayıb. Biz belə təmaslar, dərin söhbətlər eləyək, amma verilişdə o dəqiqələr var. Sizin məsəl üçün oxuduğunuz o qədər şən mahnı idi ki, ümumiyyətlə mahnıya müraciət eləyərkən seçirsiniz, öncədən planlaşdırırsınız hansı mövzuların üzərində. Mütləqdir. Mən əslində opera vokal həm onu bitirmişəm, həm də Allah rəhmət eləsin gözəl sənətkarımız, mərhum sənətkarımız Tükəzman İsmailovanı, muğam sənətini ondan öyrənmişəm. O dəstəyib Respublika İncə Sənət Gimnaziyasında. Birinci muğamı keçmişəm, sonra gəlmişəm vokal sənətini öyrənməyə. Amma yəni qəlbimdə sırf vokal olubdu, vokal sənətini davam etdirməm. Muğamı da bilməsən, təbii ki, bu musiqilərin heç bir, dünyanın bütün musiqiləri muğam üzərində yazılıb. Gərək birinci muğamı biləsən. Şans da Allahdan mənə birinci hələ muğamı öyrənmişəm. Bu məktəbə də Respublika İncə Sənət Gimnaziyasına məni dayım Bilal Əliyev, Respublikan Xalq Artisti Bilal Əliyev qoyubdu. neçə il siz səhnədəsiz, sənətdəsiz? Artıq 20 professional ili olaraq? keçibdi. Artıq 20 ili keçib, bəli. 20 il. 20 ili Maşallah, keçib. maşallah. Amma bir də sualım olacaq, çox maraqlıdır mənim üçün. Özümə də o sualı verirlər. Mən də siz sənətdəsiz deyə o sualı verirəm. Sizi efirlərdə elə bir azaz görürük. Mən uzun müddət öncə də belə deyək də bir hardasa olar 13 il, 14 il bundan qabaq mən qalmaqala öyrəşən bir adam deyil idim. Var. Məni qoşdular qalmaqala. Qoşdular yəni ki, güya ki, indi şoya gətirirlər ya və yaxud belə. Bu da mənim üslubumda olan bir şey deyildi. Çünki mən bu vokal ifaları ifa edirəm. Onlar pop da ifa eləyirəm, amma o deyil ki, mən məhz qalmaqala gəlim və dayımın adı ilə. Ona görə mən uzaqlaşdım. Efir, reklam söhbətindən uzaqlaşdım. Bir müddət yəni 13-14 ildir efirə çıxmırdı. Bu yaxınlarda başlamışam. Maşallah olsun. Dəvətlər eləyiblər, sizin kimi gözəl insanlar. Mən də gəlirəm, çıxış edirəm. Biz də istərik ki, sizi tez-tez efirlərdə görək, sevinən ifalarınızla. Çox belə necə deyim, Allah sizə elə bir sima verib ki, elə bir oxuduğunuz mahnılarla üzün cizgiləri də tutur. Pozitiv Təşəkkür insan. edirəm. Sağlığı ilə, belə yüksək əhval-ruhiyyə ilə elə belə davamlı olsun. Yeri gəlmişəm bir daha ürəkdən sizə dəstək olan Bilal müəllimə təşəkkür edirik. Azərbaycan xalq artisti, gözəl sənətkarımız. Mən onun bir zamanlar uşaq vaxtı muğamlarına vurğun olmuşam. Bilal müəllim qeyri-adi bir səsə malik olan bir insandır. Biz də arzu edirik ki, o gözəl sənətkarın yolunu siz çox möhtəşəm davam elətdirəsiniz. Amin, amin. Allah daima da can sağlığı versin. Sizə də təşəkkür edirəm bir daha. Çox sağ olun, var olun. Çox sayılı izləyicilərimizi nəzərə alaraq onların mesajları, onlar yəni Bəxtiyar Bilal, yəni istəyərək onun üçün də biz sizi dəvət etdik. Çox Təşəkkür sayılı edirəm mesajları bir daha. nəzərə Təşəkkür aldıq və edirəm sizi bir daha. dəvət Allah etdik can və sağlığı versin. bununla da biz məmnun olduq və bizim əziz izləyicilərimiz də inanıram ki, çox şad oldular ki, onların istəyini biz nəzərə alıb sizi dəvət etdik. Hər birinə ayrı-ayrılıqda özlərinin təşəkkürümü, minnətdarlığımı bildirirəm və Best FM-ə, xüsusən Best FM-ə bir daha uzun ömürlülük Amin. və daima Aqil bəyə möhkəm can sağlığı arzuluyuruq. Uğurları inşallah bütün müğənni ifaçı qardaşlarım, ifaçı xanımlar, bəylər və təbii ki, bu incəsənət aləmində olan hər bir kəsə səslənirəm ki, gəlin hər zaman birlikdə olaq, gözəl musiqilərimizi hələ Best FM-də yayımlayaq inşallah. Amin. Bəxtiyar bəy, mən bir zamanlar toy məclislərinə əlaqədar bayaq təkrar edim. Sizinlə biz görüşürdük. Toylarda bir neçə dəfə üz-üzə gəlmişik. Bax bu toy baxımından da deyək də, el arasında necə deyirlər, bizdə sənətdə deyirlər toy bazarı. Hansı bir çətinliklərlə qarşılaşmışsınız və yaxud hansı bir problemlər olub ki, sizdə ürəyinizdə qalıb deyə bilməmişsiniz, açıqlaya bilərsiniz, toyla əlaqədar, ya müxtəlif maneəçiliklər, varmı sənətdə belə insanlar? Əlbəttə ki, toyda olan o qədər proseslər, üzr istəyirəm, biraz həm rus sözləri istifadə edirəm. O mənim rus sektor, yarı rus sektor, yarı Azərbaycan sektor olduğuma görədir. Demək, nə deyəcəm sizə?
toylarda olan hadisələr çox olur. Həm musiqiçilər arasında olanlar olur, həm məclisdə olan insanlar arasında olur. Görün illərdir indi xalqın məclisini oxuyuruq. Yəni dolanışığımız oradandır. Açıq danışanda hamımızda dolanışıq oradandır. Elə vaxt olur ki, ev məclis yiyəsində misal üçün Salyanda bir toy oxuyurdum. Elə öz yaxınlarımın toyu idi. Bir gün biri gəldi ki, o toyun axırına az qalmış mənə dedilər ki, vağzalını ver, toy bəsdir. Biri gəldi ki, qardaş, saxla, dağlar oy mahnısını ver. Mahsum Kırmızıgül. Dedim, ay qardaş, Bəygəlin çıxır, vağzalı səsləndirməliyəm. Bəygəlin çıxsın, ondan sonra 10 dəqiqə, 15 dəqiqə mən sizin üçün nə istəsə səsləndirəcəm. Bu çevrildi bir davaya. Müqayişəyə. Olub belə bir şey Bəxtiyar bəy ki, bu sənətdən uzaqlaşmaq istəmisiniz ömürlük. Yəni demisiniz ki, mən bu sənətdə qala bilmərəm, mən artıq istəmirəm, səsim olsa belə, yəni uzaqlaşmaq istəyirəm. Olub belə bir şey? Olub, gəlmişəm, daha özümə söz vermişəm ki, vəsə, daha oxumayacağam. Olub belə. Gedib başqa bir sənətlə məşğul olacağam. Axtarmışam da. Yəni o qədər əsəb keçirtmişəm. Axtarmışam ki, vəsə, mən amma görmüşəm ki, yox, yaşaya bilmirəm. Misal üçün, sözü vermişəm, bir də görmüşəm, qapı döyülür tələbələrim də var. Müəllim, falan mahnını öyrənmək istəyirəm, çətinliyim var. Qalmışam belə, görmüşəm, yox, keçiləsi deyil. Yəni, burada doğulmuşsan sən. Bəli, əlbəttə ki, məncə də uzaqlaşmaq heç doğru deyil. Amma niyə soruşdum? Çünki özümdə də olub belə bir şey. Bir anda olub ki, uzaqlaşmaq istədim, çox olub. Amma gen də geri dönmüşəm. Bunun üçün də deyirəm ki, məncə də ən yaxşısı elə sənətdə qalmaqdır. Çünki sizin özəl səsiniz var və sizdə belə bir aura var ki, siz tam sənət üçün yaradılmışsınız. Bunun üçün də məncə siz sənətdə qalsanız yaxşı. Qadağalarım da olubdu əvvəllər, düzdür, bir müddət mənim qadağalarım olub, həm efirə çıxmağa görə, həm konsertlər var idi, o vaxtda təşkil edirdilər. O konsertlərdə iştirak eləməyəməyə görə qadağalar olub. Sonra düzündə açıqlamaq istəmirik hamısını. Öyle şeylər var ki, onu demək olmur. Bəli. Amma şükür olsun Allahın böyüklüyünə bu günləri, yəni yaxşı dostlara Allah can sağlığı versin. Dəvət edirlər, bu sizin kimi gözəl insanlar. Həm söhbət oluruq, ürəyimizdə qalan sözlərə açıqlayırıq. Bəlkə də nə vaxtsa mən də bu qadağaları kim barəsində, kimin etdiyini açıqlayacağım. Amma zamanla. Qadağalarla bağlı iki sualım olacaq. O sualı da o qədər rahat verirəm ki, yəni birinci və ikinci sual ki, sizin cavab verməyiniz daha rahat olsun. Birincisi bu qastrollarla, səyahətlərlə bağlı yeni bir planlar varmı? Yəni əlaqələr. İkinci sual da bu olacaq. Mən çıxışımdan sonra görürəm ki, paylaşımımdan sonra yazırlar müxtəlif tənqidlər. Filan yerində, filan kuplet düzdür. Filan sözü belə yox, belə desəydin. Heç olunmu ki, olur da, məsələn, var, bizim sənət camiyyəsində var. Oxumusunuz, qəsdən bilə-bilə bir nüfuzdan, gözdən salmaq üçün yazırlar ki, yox, maraqlı oxumadı, varmı belə şeylər? Olub, bəli, olubdur. Bir dəfə, yox, iki dənə mahnıma yazıblar bunu. Demək, biri, daha o mahnı açıqlamıram, mahnını əslində oxumuşdum. Sadəcə o başa sala bilmədim ki, mən onu restoranda oxumuşam. Studiya effekti deyil o. Ki, bu nə yazılışdı. Aydındır, o səs yazmalar başqa. Səs yazmalar başqa da, o canlı ifa idi, o başqa idi. Amma Milisovkadan oxunmuşdu da, indi bilənlər bilir ki, Milisovkadan oxumuşdu. Amma qıraqdan baxan elə bilir ki, o studiyada hazırlanıb, studiya effekti. Orada yazmışdılar ki, sən bu mahnını düz oxumamısan. Bir dəfədə bir gözəl mahnı idi, bu mahnıya yazmışdılar ki, bunun bu yeri səhvdir. Səhvdir. Mən əvvəl onlara sözümü qaytarırdım da, yəni deyirdim ki, adı nədir, səhvə hardadır, göstər mənə, de mənə. Gördüm ki, cavab yazmırlar. Çünki mən bilirdim ki, o mahnı, iminlə o axırıncı mahnıda səhv yox idi. Bu gözü götürməməzdir. Gözü götürməməzdir. O irad tutanlar var sizə, o irad tutanlar. Görəsən o irad tutanlar sizdən çoxmu, yəni yaxşı bilən idi bu musiqini? Yox, çox bilən deyil. Yəni, özünüz tanıyırdınız o yazanlar kimdir? Bəli, araşdırırdım, çox dərinliyə gedirdim, amma indi eləmirəm. Bilirsiniz. Çünki yazan yoxdur indi, həm yazan yoxdur, həm də
Çox şükür olsun xalqın içindəyəm, hamının el şənliyi zadını oxuyuram. Ona Sizi görə çox sevirlər. baxıram ki, Bircə istəyim olacaq. Buyurun. Bilal bəy. Mən nadir hallarda müğənnidən belə istəklər xahiş edirəm. Canlı bir nəsə zümzüməmi. olar. Ya belə nəsə üslub, özünüz bilərsiniz üslubda bizim üçün bir zümzümə elə bir ki bulaq şırıltısı da biz də ondan Mən feyziyyat də olaq. qoy Bilalı salamlayım. Can. Sizin verişdən istifadə edirəm, üzr hesab eləyim. Buyur, buyur. Mən Bilal deyirəm, niyə deyirəm, dayısının adı ilə çağırıram. Bəxtiyar bizim qardaşımızdır. Allah can sağ olsun. Bizdən də qonşudur. Bax görürsünüzmü ki, mən sizə elə bir sənətkar dəvət elədim ki, demədim kimin nəvəsidir. Dedim qoy bayram sürprizi olsun sizə. Çünki bilirsiniz ki, bizim radyomuzu gün neçə vaxt artıq yüzlərlə müğənnilər gəlir, gedir. İndi Bəxtiyar sual verəcək ki, buradan bura niyə məni çağırmırsan? Burada bir video bloger var, məndən inciyib. Deyək, qapı qonşuya məni çağırmırsan, uzağa çağırsan, mən deyirəm ki, əzizim, sizi elə vaxt da saxlayıram ki, bayram vaxtlarında sizi saxlayıram. Görün, mən sizi nə qədər sevirəm ki, bayram vaxtında Allah dəvət razı edirəm. Bunu olsun. dəyərləndirin də, qardaş. Əlbəttə ki, Bunu böyük- dəyərləndir. Bəxtiyar Bilal çox gözəl sənətkardır, çox gözəl səsi var. SMS-ləri oxuyaq, SMS-lərimiz var. Bəxtiyar sevənlər var, Zəngilandan yazanlar var Bəxtiyar üçün. Mən istəyirəm ki, SMS-ləri səsləndirim, amma girib buradan səsləndirim, çünki mikrofonun səsim tam düşsün. Və əziz izləyicilərimiz, Qurban Bayramımız mübarək olsun. Azərbaycan xalqına Allah qorusun. Bütün müsəlman bacı qardaşlarımızı Rəbbimiz qorusun. Ali Baş Komandanın da içində. Amin. Amin inşallah. Və istəyirəm ki, SMS-lər səsləndirək. SMS-lərimiz var bizim. Təbii ki, Zəngilandan yazıb bizə Samir Həsənliyev ki, Zəngilandan yazıb ki, şairimizi salamlayıram. Təbii ki, Bəxtiyar da salamlayıram. Bəxtiyar tanıyıram mən. Park yaşayış kompleksində onun musiqilərini dinləmişəm. Təşəkkür edirik bir daha. Əleyküm Təşəkkür. Salamlayırıq, həm də Biz də təşəkkürümüzü salamlayırıq, veririk. Sağ olsunlar. Və bizim SMS-lərimiz var. Təbii ki, səsləndirəcəm mən SMS-lərimizi, əziz izləyicilərimiz. Arzuların için olsun, bizi izləyir və bizi salamlayır. Təşəkkür edirəm. Eliko bizə yazıb ki, hər vaxtınız xeyirli olsun Aqil bəy. Sizin verişlərinizi çox sevirik. Təşəkkür edirəm əziz izləyicilərimiz. Şahin bəy yazıb ki, hər vaxtınız xeyirli olsun. Ofa xanım verişiniz xeyirli uğurlu olsun. Təşəkkür edirəm, mənim əzizim, var olasınız. Və bir gözəl zümzümə edərdiniz və ondan sonra da sözü verək, təbii ki, canlı istəyərdik elə burada, otduğunuz yerdə bir zümzümə edərdiniz qısa. Sonra təbii ki, bizim meyxana ustamız Vüqar Qobulu və müğənnimiz Ofa xanımın da bir səhnədə oxusunlar, sən də bir müğənni kimi ki, bax gör necə oxuyublar. O zaman siz zümzümə edin, bir zümzümə Buyurun edin. Bəxtiyar bəy. Canlı Elə bir canlı. mahnı oxuyum ki, həm oralıq olsun, həm buralıq. Bəli, buyurun. Ürəyimdə xəbərsiz itirdim özüm sənin, boylanıb yollarına axtarır gözüm sənin, boylanıb yollarına axtarır gözüm sənin. Mən səni bu dünyada necə salmayın yadam, yatıram yuxuda da axtarır gözüm sənin, axtarır gözüm sənin. Gözəl. Çox minnətdarım. Sözü veririk. Əlbəttə ki, hər iki aparıcılarımız da öz sözünü desin səhnədə. Buyurun Bəxtiyar bəy, mikrofonu verərdiniz. Hesap vermeyin senin niyetin, sevgiden neden sözün söhbetin, ayrılığınla üzdü beni hasretin, sevgilin kalıp nece yalnız senin, hiç insafın var mı vefasız senin. Seni sevende dedim arzuma yettim, anladım ki sonra uçuruma gittim. Gençliğimi çok heyip ki puç ettim, sözüne inandım etibarsız sen. Heç insafın var mı vefasız sen? Heç insafın var mı vefasız senin? Sen
yazarladım şairanə kimi. Gör neçə il izlərin düşübdü sənin, həyatıma kədərli əfsanə kimi. Gör neçə il izlərin düşübdü sənin, həyatıma kədərli əfsanə kimi. Əzab verməyiydi sənin niyyətin, sevgidən nədəndir sözün, söhbətin. Ayrılıqla üzdü məni həsrətin, sevgilin qalıb necə yalqız sənin. Heç insafın varmı vəfasız sənin? Səni sevəndə dedim arzuma yetdim, anladım ki sonra uçuruma getdim. Gəncliyimi çox heyif ki puç etdim, sözünə inandım etibarsız sənin. Heç insafın varmı vəfasız sənin? Heç insafın varmı vəfasız sənin? Qobulu var bir əhli meyxanə kimi, çox dolanıb başına pərvanə kimi. Görüşünə hər rəngdə çiçək gətirərdi, Nərgizdən qızıl gülər reyhanə kimi. Görüşünə hər rəngdə çiçək gətirərdi, Nərgizdən qızıl gülər reyhanə kimi. Sənə görə oldum dəli divanə kimi, söz ilə çaldım şairanə kimi. Gör neçə il izlərin düşübdü sənin, həyatıma kədərli əfsanə kimi. Gör neçə il izlərin düşübdü sənin, həyatıma kədərli əfsanə kimi. Əzab verməyiydi sənin niyyətin, sevgidən nədəndir sözün, söhbətin. Ayrılıqla üzdü məni həsrətin, sevgilin qalıb necə yalqız sənin. Heç insafın varmı vəfasız sənin? Səni sevəndə dedim arzuma yetdim, anladım ki sonra uçuruma getdim. Gəncliyimi çox heyif ki puç etdim, sözünə inandım etibarsız sənin. Heç insafın varmı vəfasız sənin? Heç insafın varmı vəfasız sənin? Baxanım, Vüqar bəy, çox gözəl, çox əla. Teşekkür Mən özdə meyxananı çox sevirəm, musiqi meyxananı daha çox sevirəm sözümüzü. Çünki indi daha da gözəl inkişaf eləyibdi və çox əla alınıb sizdə. Çox sağ Çox olun, gözəl alınıbdı. Bəxtiyar bəy. Uğurlarınız bol olsun. Teşekkür ederim. Bəxtiyar bəy, sizdən nə yeniliklər gözləyə bilərik biz bu yaxınlarda? Varmı belə bir? Var, əlbəttə ki, inanın Allaha, ideyalar o qədərdir. Bilmirəm hansından başlayaq, hansından qutaraq. Demək, bizim rejissorumuz, həm də mənim hər zaman yanımda olan çox hörmətli Elgün Seyidzadə. İncəsənət Gimnaziyasında müəllimim olub. İndi də biz zaman keçirib dostluğa çevrilibdir. Bu münasibət və illərdir mənə dəstək olur da, yəni musiqi baxımını yazıram, göndərirəm. Bax, burada səhvlər var, bax, burada düzlər var və yaxud da bəzi mahnılarım var ki, onun bəstələri də oxuyuram. İndi yenilik belədir. Tələbələrlə birlikdə, Allahın izni ilə, tələbələrlə birlikdə möhtəşəm bir mahnı da yox, bilirsiniz necə, bir əsər hazırlamaq istəyirik, güclü bir əsər. Ola bilər ki, Füzulinin kantatası olsun, ola bilər ki, hansısa bir əsərimiz olsun. Belə də ola bilər, indi baxaq Elgün müəllim bizim üçün nə yazacaq. Bəlkə də o yeni bir mahnı yazacaq, o mahnını ifa eləyəcək. Amma yeniliklərimiz budur. Tələbələrlə birlikdə gənc istedadlara dəstək olaraq onları üzə çıxardaq. Mən sizə uğurlar arzulayıram və inanıram ki, nə eləyəcəksinizsə çox qəşəng alınacaq. Çünki işdən hər şey sizdə gəlir və hər şeydə çox mükəmməl oxuyursunuz da, pozitivsiz də. Təşəkkür edirəm. Hörmətli qardaşım Bəxtiyar Bilal, bizə dəyər verdiyinizə görə ifamıza birinci dərəcədə öz yerimə minnətdarlıq edirəm. Təşəkkür Bu bizim üçün fəxirdir və istər tələbələrimiz, istəyir ustadımız Bilal bəy, istəyir sizin üçün mahnı yazan qardaş, hamısına can sağlığı arzulayıram. Hər kim sizin inkişafınızda dəstəyi var, həm salamlayıram, həm onlara can sağlığı arzulayıram və arzunuzdur ki, həm bu yeni uğurlarınız,
həm də sizi tez-tez efirlərdə görək. Həmişə səhnələrdə, toylarda, efirlərdə biz də sizə baxıb sevinək. Var olun. Dəvətimizi sahib gəldiyinizə görə sağ olun. Mən sizə xüsusi dərin təşəkkürümü bildirirəm ki, məni dəvət etmisiniz. Aqil bəy, xüsusi dərin təşəkkürümü bildirirəm. Bir daha Best FM-ə daima uğurlar arzulayıram. Göy sular kalbimin aynasıdır aygın. Arzular ömrümün solmayan yaraşı. Dünyalar gözələ dönsə belə yanır. Bir sənin ey güzel olmuşam ben aşığım. Sevgilim, sevgilim, göz görüp könül sevip seni inan. 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 Sağ ya da ilk görüş bir an oldu ey yar. Gözledim yolunu həsretiyle mən senin hüsnüne vuruldum, heyran oldum ey yar. Söyledim her zaman sevdiğim bu nəğməni. Sevgilim, sevgilim, göz görüp könül sevip seni inan. 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 Sevgilim, sevgilim, göz görüp könül sevip seni